Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salam əziz dinləyicilərim. Ədəbi aləmin incəliklərini danışmaqla bitmir. Ədəbiyyat düşüncəsini dilə gətirə bilənlər üçün sadəcə bir ifadə vasitəsi deyil. Ədəbiyyat mənəviyyatdır. Ədəbiyyat tərbiyədir. Ədəbiyyat xeyirxahlıqdır. Həyatın ruhla rəsminin əksidir. Bir şeir, bir əsər sözlə necə təsvir çəkirsə, rəssamlar da eynisini rənglərlə edir. Qısacası sözlə çəkdiyimiz təsvirlər fırça ilə çəkilmiş əsərlərdən çox da fərqlənmir. Yazı masası. Bugün Yazı Masası rubrikasının qonağı tanınmış rəssam və eyni zamanda gözəl şair Sehran Allahverdidir. Rəssam şair Allahverdiyev Sehran Qüdrətoğlu 1961-ci ildə Neftçala rayonunun Qaçaqlar kəndində anadan olmuşdu. Ali təhsillidir. İqtisadiyyat fakültəsini bitirmiş, Bakıda yaşayıb yaratmışdı. Mütəmadi olaraq Azərbaycanın müxtəlif mətbuat orqanlarında, o cümlədən ədəbiyyat və xalq qəzetlərində, Azərbaycan Ulduz jurnalında şeirləri və rəsmləri çap olunmuşdu. ...2019-cu ildən Türk Dövlətləri İctimai Birliyinin layihəsi olan Azərbaycanın müstəqillik şairləri antologiyasında ingilis dilində şeirləri yer almışdı. Eyni zamanda Türkiyənin Qumru, Elbistan Gündəm Xəbər, Krımın Səsi qəzetlərində şeir və rəsmləri ilə çıxış edir. Türkiyənin Sakarya Universiteti onun rəsmlərinin sərgisini təşkil etmişdi. Gah qarma-qarışıq, gah da ki aydın. Mən həm kənd adamam, həm şəhər adam. Ağlım kəsir, tökür ruhumsa kövrək. Həm sevinc adamam, həm qəhər adam. Qohumum, qardaşım, atam, adamlar. İtkisin məzarda tapan adamlar. Zamana çapılıb çapan adamlar. Həm yəhər adamam, həm kəhər adam. Adamlar ölkədir, adamlar qitə. Məzarla bir ömür çətin ki bitə. Əkilən ömürlər göyərər ötə. Mən meyvə adamam, mən bəhər adam. Ey yıxıq adamlar, sütun adamlar. Qoxusu həm gül, həm tütün adamlar. Su, ot, torpaq, hava, bütün adamlar. Məndəki beləyəm, bitəhər adam. Hər cür adamlar var, həm acı, toxu. Mən nəyi saydım ki, qaldı da çoxu. Bir axşam gözümü yumar bir yuxu. Daha oyanmaram bir səhər. Adam. Sehran müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm Aysel xanım. Sehran müəllim, biz bilirik ki, siz çox gözəl bir rəssamsınız, həm də gözəl şairsiniz. Biz bu barədə biraz məlumat verdik, amma indi istərdim siz özünüz danışasınız. Məsələn, kitab təqdimatı yoxsa rəsm sərgisi? Şeirləri yazdıqda sizə yaradıcı olaraq sevinc bəxş olunur, yoxsa rəsm əsərləri həyata gələndə, dünyaya gələndə siz sevinirsiniz? Əslində mən 50-50-yə desəm yanılmaram. Amma bu ruh halından asılıdır. Bəzən rəsmə daha çox yaxın olurum, bəzən də şeirə daha çox yaxın olurum. Amma ümumilikdə baxanda, hiss olaraq, duyğu olaraq, sonradan analiz eləyəndə baxırsan ki, yarı-yarıyadır. Yarı beləyəm, yarı belə. Yaradıcı insan bu dünyaya nəsə bir töhfə vermək istəyir və insanlara bir mesaj ötürmək istəyir. Və yaradıcılıq əslində xeyirxahlıq deməkdir. Çünki insanlar bir əsərə baxdıqda düşünməyə başlayırlar və həyatı anlamağa başlayırlar. Məsələ budur. Mən bilirəm ki, siz bir jurnalın da rəssamısınız, bir çox kitablara da rəsm əsərləri vermisiniz.
üz qabıqlarına və bu barədə danışardınız? Bəli, mən özümü rəssam kimi görürəm. Bu mənə elə gəlir ki, yaşadığım ərazi ilə bağlıdır. Çünki Tovuz Qazax zonasında şeir yazmayan az qala yoxdur, bilirsiniz də. Bəli, bəli. Orada hamı yazır, özdə yazanlara da çox böyük hörmət eləyirlər, hamı bəhbəhlə qarşılayır. Bizim alan tərəfdə, məsələn, mənim yadıma gəlir ki, elə bir şeir yazana belə bir təhər baxırlar. Belə uzun illər mən şeir yazmışam, ancaq ki, üzə çıxartmamışam. Bu da onunla bağlıdır, bu məkan məsələsinə görə. Amma rəssam olaraq öz fikrimi ifadə eləmək mənə daha asan, daha rahat olub. Ona görə rəssamlığa daha çox yaxınam. Ən çox da rəsmlərimi paylaşandan sonra, ən çox da şairlərin içindən mən paylaşdım. Bunu nəzərə alsaq, mən orada başladım kitab üzərinə rəsmlər çəkməyə. Və Allaha çox şükür olsun ki, bu günləri çox böyük layihələrdə iştirak edirəm. Dünənləri bir təklif almışam, Çingiz Abdullayevin bir romanına illüstrasiyalar çəkəcəm. Əlbəttə ki, başqa böyük yazıçılar var. Dünya çapında olan yazıçılara rəssamlıq kitablarına üz qabağı illüstrasiyalar rəssamlıq eləyirəm. Həm də bizim Ədəbi Ovqat jurnalımız var. Bəli. Rafael Tağazadə təsisçi. Ədəbiyyat dərgisidir, bəli. O dərginin də rəssamıyam. Çox gözəl, uğurlu da dərgidir. Mən bilirəm ki, son zamanlar mən də bir dəfə deyəsən orada çap olmuşam və çox da yəni orada gözəl imzalara rast gəlirəm. Mən ən çox sevdiyim bir şair vardı, Adil Mirsəyir. Rəssam, şair dedikdə həmişə o gəlirdi gözümün önünə və siz vurğuladığınız kimi mən sizi rəssam kimi tanıyırdım, imzanı rəssam kimi tanıyırdım, amma festivalların birində gözəl şeir nümunələrinizi gördüm. Doğrudan da hər bir şair də özünə məxsus bir rəssam olmalıdır. Çünki o da sözlərlə şəkil çəkir və sizin rəsm əsərləriniz nə qədər gözəldirsə, nə qədər o sərgilərdə mən iştirak etmişəm, nə qədər sevilirsə, mən sizə deyərdim ki, şeirləriniz şairlər arasında, ədəbiyyatı sevənlər arasında, oxucular arasında çox sevilir. Məsələn, mən sizin bir neçə şeir nümunənizi bu verilişə hazırlarkən də özüm üçün ifa edəndə yanımda olan dostlarım bir də oxu o şeiri, çox maraqlıdır. Yəni hər bir şeirinizdə obrazlar var. Yəni süjet var. O sizin dediyiniz o rəssamlıq eskizləri var. Və ona görə də ədəbiyyatçılar əlbəttə ki, sizi dəvət edirlər. Siz necə düşünürsüz? Sizə rəssam, şair demək olar? Mənə elə gəlir ki, bunun cavabını siz özünüz bilirsiniz. Sadəcə olaraq məndən fikir almaq istəyirsiniz. Ona görə mən də öz fikrimi deyirəm. Bəli, buyurun. Mən bir dəfə Nəsimi ilində Nəsiminin portretini çəkmişdim. Sərgidən gələndən sonra burada məni televiziyaya dəvət elədilər. Bu portret haqqında çox mənalı şeylər çıxdı ortalığa. Ki, Nəsiminin şəklini kimlər çəkə bilər, kimlər çəkə bilməz. Bəzi adamlar hətta dedi ki, Nəsim uşaq-uşaq da hər yerindən duran onun şəklini çəksin. İkinci tərəfdə dedi ki, Nəsiminin şəklini şair çəkməliymiş. Əsl obraz budur. Bu sözü də deyən oldu. Bu iki arada indi sizin dediyi sualın cavabı buradadır. Bəli, Ceyran, mən bunu çox hiss etmişəm sizin portretlərinizdə. Siz adətən portretlər çəkirsiniz klassiklərin, dünyadan köçüb gedən yazıçıların, şairlərin. Mən özüm də bunu hiss etmişəm və doğrudan da siz şair olduğunuz üçün həmən yazıçının, şairin daxili ruhunu verə bilirsiniz. O da şairlikdən irəli gəlir və mən başa düşürəm ki, və özüm üçün də dərk edirəm ki, siz çox maraqlı bir insansınız və təvəzzökarsınız, danışmaq sevmirsiniz özünüz haqqında, amma çox maraqlı bir insansınız. Şairlərin portretlərini çəkmək elə şeir yazmaqdır. Gözəl bir peyzaj çəkmək elə şeir yazmağın özüdür. Və mən bilirəm ki, siz Türkiyənin Ədəbiyyat Birliyinin üzvüsüz, festivallarda iştirak edirsiniz. Biraz da bu barədə danışardınız. Əlbəttə ki, dəvət edən dostlar sağ olsun. Biz ətrafımızla var. Müxtəlif dərgilərdə, Türkiyədə Qumru dərgisində dərc olunmuşam, dərnəklərdə iştirak edirik. Əslində bizim bəzən görürsən ki, burada heç o qədər də özü ifadə eləyə bilmirsən. Əslində özünü ifadə eləmək nə mənada deyirəm? Əslində biz yazanda özümüzü ifadə eləyirik. Amma kimsə onu oxuyacaq, bizə dəyər verəcək, qarşılıq gözləmək məsələsi var. Bəzən məsələn çox dərin olmasa da yazıları, bəzən görsən insanlar çox böyük qarşılıqlar gözləyirlər. Məsələn mən qarşılıq gözləmədən, elə bir Türkiyə səfəri kimi məsələn birinci səfərimizi deyəndə heç bir qarşılıq gözləmədən mən o səfərlərə qoşuldum. Sonra çox böyük qarşılıqlar aldım və oradan gələn dəyərin üstünə burada daha böyük dəyərlər yığıldı və belə formalaşdı. Çox sevildi sizin orada şeirləriniz. Mən özüm də şahidi olmuşam. Çox sevildi siz orada və əgər biz danışırıqsa şeirdən və vətəndən, biz heç vaxt vətənpərvərlik mövzusundan yan keçə bilmərik. Mən bilirəm ki, sizin əsərlərinizdə, sizin bu rəsm
rəsm kolleksiyanızda vətənpərvərlik mövzusu öndə durur. Mən bunu dəqiq bilirəm, çünki bir şəhid qardaşısınız, bunu bilirik və bu barədə istərdim sizin vətənpərvərlik mövzunuzda yazdığınız əsərlər haqqında danışasınız. Bəzən xaricdə oluram, bəzən məsələn xeyli zaman oluram da, məsələn 3 ay başqa ölkədə oluram. Əlbəttə ki, Türkiyədə olanda özü vətənsiz hiss eləmirsən. 1 həftə, 2 həftə. Amma 3-cü həftə orada da Azərbaycandan ötürü darıxırsan. Avropada, Amerikada, məsələn ki, Avstraliyada orada 3 gün, 5 gün bəs eləyir ki, sən vətəndən ötürü darıxasan. Vətənsiz mümkün deyil. Vətənin havası, suyu, dostlar, bunlarsız mümkün deyil. Mən birinci dəfə düşündüm, elə o şeiri də deyəcəm burada yadıma düşdü. Çox az dillər var ki, həmin dillərdə torpağa ana deyirlər. Ana torpaq. Siz dilləri götürün, məsələn müqayisəli hansı dillər deyir? Ana torpaq. Çox uzun illər hələ onda heç mənim qardaşım da şəhid olmamışdı. Bir şəhid ilə yanaşsaq məsələlər kövrəkləşəcək. Mən istəyirəm ki, biraz da ondan əvvəldən vətənə münasibət üstündə mövzumuzu quraq. Biz torpağa ana dedik. Ana sözün bu torpağa kim düşündü, kim dedi ilk? Bu Allaha xoş gedən bir ölümdür ki, bir şəhid oğlunun torpağa bələnmiş dilindən çıxar. Məni qınamasın tarix bilənlər, bu vətən sözünə ana deməyin bəlli bir tarixi yoxdur, yalandır. Bu əbədi yaşantıdır, əbədi bir andır. Vətən oğlunun vətən yolunda aldığı güllədən verdiyi candır. Vətənpərvər deyəndə əslində məni kosmopolitik bir insan kimi tanıyanlar da var. Amma siz vətənpərvər insan kimi tanıyırsınız. Bu da bir mənalı deyil. Mənə gəlir ki, insan çox tərəfli, hər tərəfli, hər şeyi bilməlidir və özü üçün bir qərar verməlidir və onu ətraf çox da bilməməlidir. O daha çox mövzular sizin yaradıcılığınızdan keçir. Yəni ondan mən bu qənaətə gəlmişəm ki, sizdə vətən mövzusu çox gözəl. Məsələn, mən sizin sərginizdə olmuşam. Və orada əcnəbilər də var idi. Onlar necə heyranlıqla onu seyr edirdilər sizin əsərlərinizi və ən çox da elə qardaşınızın portreti, yarımçıq qalmış portret. O çox maraqlı, özü özlüyündə böyük bir romanın, böyük bir əsərin, poemanın elə bir ki mövzusudur. Baxın, o yarımçıq qalmış portret barədə nə deyə bilərsiniz? Bu əslində mən deməli rəssamlığa hazırlaşanda əsas imtahanlardan əvvəl qabiliyyət imtahanı verirdim. Həmin illərdə hazırlaşanda mən başa düşürdüm ki, mənə bir qarşında dayanan canlı bir şey lazımdır ki, mən onu çəkim. Ən çox Teymur şəhid qardaşım, o çox dözümlü idi, dayana bilirdi eyni cür, uzun müddət. Həm də mən Moskvada oxuyanda orada rəssam uşaqlarla dostluq edirdim. Repində, Surkovada rəssam uşaqlar oxuyurdu. Onları görürdüm məsələn canlıdan çəkəndə. Bəlkə indiyənə qədər ən çox Teymurun şəklini çəkmişəm. Həm bədən forması olaraq, rəssamlığın da bir anatomiyası var da, dırnaqdan müştəfə qədər bunlar hamısını çəkməlisən. Sonra belə oldu ki, məndə o qədər yarımçıq qalmış şəkillər var. Onlar hamısı eskizlərdir də. Onlar hamısı yarımçıqdır əslində. Elə Teymurun da yarımçıq qaldı. Bəlkə onlar hansınsa tamamlayardım. Amma əslində mən Teymurun o portretini elə nə vaxtsa çəkmişəm, yarımçıq qaldı. O mən obraz olaraq onu elə ifadə elədim. Sonradan yanaşdım ki, mən belə bir obraz yaradım. Adı yarımçıq qalmış portret olsun. Tamamlamaq istəmirsiniz? Bəli, tamamlamaq istəmirəm onu. Çünki onun talehi yarımçıq qaldı. Talehi yarımçıq. Seyran müəllim, mən istərdim siz yenə də öz şeirlərinizdən bizim üçün ifa edəsiniz. Bəşəri mövzu məsələn belə bir şeirim var. Gecə səhərəcən qar yağı kəndə, evlərin bacası tüstü buğlana, yorğanın altından isti buğlana. İstinin buğunu kəsib qaçasan həyətə hamıdan ertə. Görəsən Tanrını ana misalı. Üşüyən evlərin üstünü örtən. Çox maraqlıdır. Seyran müəllim, mən bu gözəl notlarla istəyirəm bitirim, amma istərdim ki, siz də son olaraq nə sözünüz varsa bildirəsiniz. Mən sizə təşəkkür edirəm Aysel xanım. Tanrım mənə bəxş elədiyi bu həyatdan çox razıyam. Onların içində ən əsas yerlərdən biri də bu ədəbiyyat ailəsinə gəlib qoşulmağım, rəssamlığın öz yeri. Çox sağ olun, mən sizə təşəkkür edirəm hər şeyə görə. Yazı masası. Ürəyimi ağrıdır. Hara yazım adını? Daşa, divara, quma, hara cızım adını? Xəyal məni aparır. Nə ola yenə müəllimlər gələ, qulağımdan dartalar. Üstünə səni sevirəm sözün cızdığım o partalar. Necə oldu görəsən? Necə oldu görəsən o göyçək qız, o yanmış, o gün çərşənbə tonqalından bir parta taxtasını güclə xilas elədim. Parası otda yanmış. Yanıq yarası olanlar bilir. Bir gün ürəyimin üstünə dağ bastım. Dişlərimi bir-birinə sıxa-sıxa, o qızın adının axırına çıxa-çıxa. İndi
Mən bir evin kişisi, sən bir evin qadını. Hara yazım adını? Çoxdan anlamışam ki, dəriyə döymələr ziyan, ağacı cızmaq olmaz, partanı yazmaq olmaz. Şehirdən hamı duyar, qumu ləpələr yuyar, buludlar daşları, divarları çimizdirər yağışla. Hara yazım adını? Yer tapmıram, bağışla. Fəsillər rəngbərək, elə bəxt kimi. Payızın bəxtinin rəngi sarıdır. Tanrı sevgiləri yerdə yaratdı, nədən tənhalıqlar göyə sarıdı. Bütün ayrılıqlar soyuq buz kimi, fəsil var mülayim nazlı qız kimi, yandırdı yaramı tökdü duz kimi, payız məlhəm qoydu, yenə sarıdı. Hər şey göydən gəlir, elə payız da, axı yayda fəsildir, fəsildir yazda. Niyə darıxırıq, niyə payızda? Soyuğa sarıdı, qışa sarıdı. Bir şənbə söhbətimizin də sonuna gəldik, əziz dinləyicilər. Verilişi sizin üçün mən, Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva hazırladı. Bu eşki heç nəyə bənzətmə gülüm. O göyərçin olub göylərə uçdu. Axı sən idin deyən bu sözü, ayırmaz bir kimsə bizi. Nə oldu, axı nə oldu, ah göyərçinin. Bilirdik bu eşkin axırı yoxdur. Sen gettin, qəlbimin telləri qopdu. Axı sən idin deyən getmərəm, səni heç vaxt incitmərəm. Nə oldu, bəs nə oldu, ah göyərçidin. Eşqə düşmək bir əzab, həyat sənsiz istirab. Bu sevgimiz bağlı kitap heç oldu, getdi. Düşünürəm səni hər an, qalmışam səndən nigaran. Bu sevgimiz qəmli roman, yarımçıq bitdi. Eşqə düşmək bir əzab, həyat sənsiz istirab. Bu sevgimiz bağlı kitap heç oldu, getdi. Düşünürəm səni hər an, qalmışam səndən nigaran. Bu sevgimiz qəmli roman, yarımçıq